Allah'ın rahmet ayı artık sona yetir. Allah Peygamber, Ali Peygamber hatırına bizleri gelecek Ramazan ayına ve onu dərk etmeye inşallah nasip eylesin. Bu ayda neçə şeylərə çatdıq. Allah'ın mərhəməti, inayeti, Allah'ın lütfi, Allah'ın tevfiki bizlərə çatdı. İndi hər kim, hər nə qədər aldı ondan bəhrələnə bildi. İnşallah Allah onun o bəhrələndiyinə xeyirli, bərəkətli, həm dünyada, həm ahirətdə bir nuraniyyət bəxş eləsin inşallah. Mövla-i Müttəqiyyən əleyhissalamın bir buyurduğu var. Bizlər üçün bu ayada çox dəyərli bir kəlamdır ki, insan əgər bu üç buyruğu yaxşı qəbul eləsə, düşünsə, bilər ki, Allah'ın rəhmət dəryasına baş vurubdur. Allah'ın lütfündən, inayetindən faydalanıbdır. Həzrət buyurur ki, mə kənəllahu liyeftəhə alə abdin baba şükür və yuğliqə anhu baba ziyadə. Həzrət buyurur ki, üç şeyin olması dəqiqdir, mütləq olacaqdır. Və bilin ki, üç şeyin olmaması da mümkün deyil. Bilin ki, olmaması yox, yəni olması bunun Allah'ın vədəsidir. Nədir ya Əli? Həzrət buyurur ki, birincisi, Allah özü buyurur ki, mən açıq qoymuşam şükür qapısını və mümkün deyil ki, Allah'ın bu kəlamın qarşısında Allah o qapını bağlasın. Çünki vədə veribdir ki, mən sizlərə şükürün qapısını açmışam, həmd-i səna qapısını açmışam, mənə şükür edin, mən də sizlərə öz nemətimi çoxaldım. İndi mən təşəkkür eləyirəm Allaha, şükür eləyirəm Allaha, amma ümidim də azdır. Bu o şəxsin imanın zəifliyindən irəli gələr. Bir şey ki, Allah vədə verib ki, mən açıq qoymuşam. O qapı ki, vədə vermişəm ki, şükür edin, mən də sizə öz nemətimi artırım. Əleyhissalam buyurur ki, mümkün deyil. Bəndə şükür eləyə, Allah da qapısını bağladı. Bu mümkün olan şey deyil. İkinci, وَلَا لِيَفْتِحَ عَلَى عَبْدٍ بَابَ الدُّعَا وَيُغْلِقَ عَنْهُ بَابَ الْإِزَّابَ. Allah buyurur, mən vədə vermişəm. Necə ki, Qur'an-ı Kərim buyurur, mənə dua eləyin, məni çağırın, sizin dualarınızı mən qəbul eləyim. Əleyhissalam buyurur, necə ola bilsin ki, Allah sənə deyir ki, mənə dua eləyinən, sənin duanı qəbul eləyim, bir tərəfdən də dua qapılarını bağlaya. Həzrət buyurur ki, mümkün deyil. Yəni, vədə verib, sən dua eləyinən. Nə qədər sənə dünyada əta eləyəcək, daha özü bilər. Sən deyirsən ki, mən dua eləyirəm, filan olmur, işim, hacətim həyata keçmir. Bu fikir nədir? Səhvdir. Əleyhissalam buyurur ki, sən duavı elə, Allah vədə verib, sənin duavı qəbul eləyəcək, qapını da açıq qoyub. İndi nə qədər sənə verəcəkdir, verməyəcəkdir, o səndən yaxşı bilir. Biz elə başa düşürük ki, Allah mənə versə yaxşı olacaqdır. Sən çalış, səy göstər, get. Amma nə qədər verəcəyi naümid olmacına, o özü bilir. Qiyamətin günündə biz nə deyəcəyik? İlahi, kaş mənim dünyada etdiyim dualarda ki, səndən istirdim, onların heç birini verməyəydin mənə. Hamısını burada verəydin mənə. Çünki orada qiyamətin günü nə olacaq? O şey ki, mən Allah'tan dünyada istəmişəm və mənə verməyib, orada verəndə çox təəccüblü olacaq və çox peşman olacağım ki, ilahi, nə oluydu ki, mənə dünyada bu əcri vermir? Hansı ki, mən səndən istədim, vermədin ha. Mən səndən incidim, amma hindi peşman olmuşam. Gərək verməyədin ki, hamısını burada verəydin. Gör, nə qədər verməməyin ahirət üçün əzəməti var. O qədər olacaqdır ki, özün aldıqlarına peşman olacaqsan dünyada. Odur ki, Allah Teala buyurduğunu Əleyhissalam bizlər üçün xırdalayır. Yəni, mümkün deyil etdiyin duaları Allah bir dənəsini qaytarsın, mümkün deyil. Çünki özü buyurub dua elə, sən də elədin. Və niyə vermir? Tabi niyə vermir? Daha o İmam Həsən Əleyhissalama vəsiyyətində var ki, oğul, Allah vədə veribdir ki, dua ilə hər nə qədər verəcək özü bilər. Verməsə, səndə
məyusluq yaranmasın, ümidsizlik yaranmasın. Niyə? Çünki o bilir ki, sənə versə, ola bilsin ki, gələcəkdə o nemətə görə sən naşükürlərdən olarsan. Sənin müəyyən problemlər gözləyər. Odur ki, vermir, amma sən onu başa düşmürsən. Odur ki, Həzrət buyurur ki, siz istəyin, hər nə istəyirsiniz və Əleyhisselamın sözündən birində nədir? Həmişə mən daimə deyirəm onu. Həzrət buyurur ki, ayaqqabınızın bağını da Allahdan istəyin. Ayaqqabının bağının bir dəyəri yoxdur ki, deyəsən ki. Amma deyir, elə başa düşmə. Yəni, həyatda sənə nə ehtiyacdır, hamısını istəginəm. Hətta necə deyərlər? Yeməyivin, duzun da istə. Bax, bu dərəcədə Allaha etimadınız olsun. Allaha tərəf üstə. Və Həzrət buyurur, وَلَا يُفْتَحَ عَلَى عَبْدٍ بَابَ التَّوْبَةِ وَيُغْلِقَ عَنْهُ بَابَ الْمَغْفِرَةِ Buyurur ki, mümkün deyil. Allah tövbə qapısını aça və biri də gələ tövbə eləyə, Allah onun tövbəsini qəbul eləmir. O mümkün deyil. Gör, nə gözəl buyurur. Demək ki, mənim filan günahım belədir, filan günahım qəbul olmuyor. Yox. Bir dənə o günahdan qorxun ki, kiməsə zülm eləmsiz. Haqqını almışam, zülm eləmişəm, onu keçməyəcək. Gecə gündüz Məkkədə də ol, orada da yat, Kəbədə də ibadət elə, xeyri yoxdur. Niyə? Çünki onda Allah özü zülm eləmiş olar. Çünki onun haqqıdır. Allah onun, deyir ki, onun haqqını ver, ondan sonra Allah öz haqqından keçir. Bir ömür namaz qılmamışam, bir ömür səcdə eləməmişəm, bir ömür haram yemişəm, İraq olsun misal üçün. Bir ömür nə bilim, nə eləmişəm, deyir, mən də mənim qapımı döy, mən bilərəm, haqq mənimdir, hamısının üstünə xət çəkər. Bir dənə zülmü gərək etdiyin o insan ki, ona zülm eləmsən, onun halallığını almasın, xeyri yox. Əgər dünyada yoxdursa, get varislərindən halallığı al cinan. Əgər varislərini də tapa bilmirsənsə, onun tərəfdən etdiyin zülmlər ki, əgər maddidir, onun tərəfdən bütün o maddiyyətini apar ver İslamın fonduna, müsəlmanların xərci üçün istifadə olunacaqdır. Ya da ki, maddi deyilsə, onda onun üçün bütün ömür boyu dua elə ginən. O Seyyidin bir qəşəng sözü var ya, həmişə onu işlədir. Ki, o insan ki, məsəl üçün, mən ilahi ona mən zülm eləmişəm, ya hər nə eləmişəm. İndi gedəmirəm, tapamıram, nə bilim, hər nədə adamın istəmirsən ki, abrun gedər, falan gedər. Hər namazda onun üçün dua elə ginən. Ki, sabah qiyamətin günü sənin etdiyin dualar onu cəhənnəmdən xilas edir. Deyər ki, Allah, mən keçdim. Amma qiyamətə qədər qalan o bərzəx aləmi o biraz çətin məsələdir. Ki, onda daha kim ona çatacaq, necə çatacaq? Əgər dua edirsənsə, çatır. Ya da ki, qiyamətin günündə hesabatı var. Yəni, bu hesabat çox çətindir. İndi biz də bugünkü gün orucluq ayıdır, artıq tamamlanır. Allahın rəhmət qapıları açılıbdır. Başqa vaxtı tövbə eləsən, onun bir fərqi var. Amma bu ayda tövbə eləməyin, hətta kafirin, hətta küfürün də qəbul edir. Gör, nə qədər mərhəmətli Allahdır. Allah dünyada möminlər üçün elə bu ayı gətirməyib ki, bütün dünya əhlinə rəhmət qapısını açıb ki, sabah qiyamətin günündə desin ki, mən 365 gündə belə deyək, cəhənnəmin qapısını açıq qoymuşdum, amma bu günlərin bir ay sizə möhlət vermişəm. Yəni, kafirin də, hətta müşrikin də duasını qəbul edir, tövbəsini qəbul edir. Əgər o insan Allahı dərk eləyib, mərifətlə Allahı tanıyıbsa, onun Peyğəmbər və iman və Qur'anı tanıyıbsa, Allah bu ayı rəhmət ayı adlandırıbdır. Bu da əzəmət-i ilahidən xəbər verir. Allah and verir öz izzətinə, Allah and verir Peyğəmbər, ali Peyğəmbər xatirinə. İlahi, bu üç dənə ki, sənin yer üzərində olan hüccətinin bizə olan tövsiyəsi və örgətdiyi yoldur, bunu bizlərə şamil eləginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə sənə and verir izzət-i cəlalı və bizi tüm dünya möminlərini İmam-ı Zamanın gəlişi ilə yer üzərində izzətli hakim bir zümrə qərar verginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə o şəxslər ki, öz nəfslərinə zülm eləyiblər. İlahi, onların da bütün özünün və əzizlərinin bu yolla sənin bu rəhmət dəryanda qərq olub günahlarının bağışlanmasını onlara nəsib eləginən və heç bir kəsi ilahi sənə ki təşəkkür elirlər, sənə ki şükür elirlər, sənə ki həmd-i sana elirlər, öz izzətin xatirinə onları heç kəsə özündən başqa möhtac eləməginən, öz rəhmət və ruzu verən əlinlə və bəyəndiyin insanların əli ilə halal nemət və ruzu bəxş etkinən və
Peyğəmbər, ali Peyğəmbər xatirinə aqibətimizi xeyirli qərar verginən və əziz şəhidlərimizi Mövla-i Müttəqiyana qonaq qərar ver və qazilərimize salamat bir itaətkar ömür bəxş elə. O insanlar ki, müsəlmanlarla, möminlərlə düşmənçilik edirlər, onların öz düşmənçiliklərini, onların öz zülümlərini, onların öz odlarını öz başlarına və himayədərlərinin başına tökünən və Peyğəmbər, ali Peyğəmbər xatirinə o insanlar ki, xalqımızla, müsəlman və möminlərlə dostluq eləyərlər, onlara hər cəhətdən ki, maddi və mənəvi yardım eləyərlər, onların dünya ahirətin abad eləyinən, özümüz üçün, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün, əzizlərimizin salamatçılığı üçün dünyasını dəyişənlərimiz, şəhidlərimizi yad eləyək, bütün dünya möminlərini də yad eləyək, haqlarında 3 salavat hədiyyə eləyək.